promotion adı UFC-dir. Hansı bütün dünya ondan danışır və bu həqiqətən maraqlı bir mövzudur. Çünki MMA-nın Federasiyasının prezidenti ilə danışırıq və biz bundan qabaq danışdıq. Dedi ki, Həbib başqa, McGregor başqa. Sizcə, Azad Askerov olaraq bir söhbətlər gedir ki, fiziği bizimkidir, yox, MMA bizimkidir. Mən ancaq onlara ikisində də özümüz kimi baxıram. Yəni, nə olar insan başqa ölkədə yaşayıb böyüyüb, məsələn, ancaq bu faktol Azərbaycan bayrağını daşıyırsa, o bizdən fiziği də bizimdir, MMA da bizimdir. UFC-də bugün idmançımız varmı? Hansı ki, UFC-də bizi yaxşı təmsil edir. Yox, mən sizə deyim də, mən özüm də Qıraqda yaşamışam. Onlar Qıraqda olduğu üçün şansları var və o ilə də biz fəxr edirik. Mən bunları Azərbaycanlı kimi sayıram və özümünkü sayıram. Mən şəxsən, bu mənim fikrimdir. İndi deyərlər ki, idmandadır, ya sənəsi yox. Şəxsən niyə də yox? Bu adam bura gəlirsə, buradadırsa, danışırsa bizlə, yəni bu Azərbaycanlıdırsa, niyə də bizim deyil? Düzdür. Və biz nə kimi saymalıyıq? Ancaq bizdə belə bir şey var. Fikirləşir ki, bir dənə tanınmış futbolçu olsun, başqa idmansız deyirik ki, onun nəslində hələ Azərbaycanlıq var. Bunu fikirləşirik. Ancaq faktı bu Azərbaycan haqqında niyə görə paxıllıq eləyək? Onun üçün bu bizimki sayılır.